İmam Hüseyin hazırlaşır meydana gedə. Mindi atına gedir. Birdən gördü at hərəkət eləmir, at dayandı. At başını saldı aşağı. İmam baxdı, at niyə hərəkət eləmir? Əyildi, gördü Rüqəyyə dayanıb. Atın qabağında əllərin qoyub ayaqlarına. Baxdı, qızım nə istəyirsən? Dedi, ata, xahiş edirəm, atdan düş yerə, sənə sözüm var. Kimin evində balaca qız uşağı var, yaxşı bilər, yaxşı başa düşər. Atın ayaqlarını qucaqladı, İmam Hüseyin ağa düşdü atdan yerə. Dedi, ata, al məni qucağıma. Al məni qucağıma. Qucağına götürdü, qızım nədir? Dedi, ata, apar bizi Mədiniyə, xoşum gəlmədi bu çöldən. Qaytar bizi Mədiniyə. Dedi, yox qızım, Mədiniyə qayda bilmərik. Dedi, indi ki qərarlısan getməyə, ata, mən görmüşəm, sən yetim yanından biganə keçməzdin. Harada bir yetim görsən dayanardın, qucağına alıb sığal çəkərdin başına. İndi ki meydana gedirsən, son xahişim budur, mənim başıma əli çəkəsən. İmam əlin çəkdi Rüqəyyənin başına, deyir, o balaca bala elə şiddətlə ağladı, İmam Hüseynin ürəyi parçalandı. Görürsən, işə gedirsən, evdən çıxırsan, uşaq dalınca ağlayır, xüsusən qız uşağı. Bütün günün narahatsan. Bir adam ki döyüşə gedir, qız ağlayır. İmam Hüseyin ağa dedi, qızım, xahiş edirəm, nə qədər mən sağam ağlama. Sənin ağlamağına dözə bilmirəm. Hüseynin ürəyi dözə bilmir sənin ağlamağına. İmam getdi meydana, Rüqəyyə dayanıb çadırın, xeymənin kənarında. Birdən gördü, İmam Hüseyin ağanın sahibsiz atı qayıdır xeyməyə. Sahibsiz atı görəndə yazırlar, çıxdı qabağa, ata müraciət elədi. Dedi, ay atamın atı. Mənim atam meydana gedəndə susuz getmişdi. De görüm, öldürməmişdən ona su verdilər, ya susuz öldürdülər. Karvan hərəkət eləyir, Kərbəladan çıxır getməyə. Rüqəyyə qalıb çöldə, yuxu aparıb qalıb. Gördülər, Rüqəyyə yoxdur. Dedilər, gedin tapın gətirin. Zəcr adında bir rəzil insan var idi, ki məşhur idi alçaqlığı ilə Yezid qoşununda. Dedi, mən gedib taparam. Gəzir, bir axtarır, gördü bir kolun dibindən Atavay naləsi gəlir, Atavay səsi gəlir. Gəldi, ona yaxınlaşanda Rüqəyyə əllərin qaldırdı, qoydu başına. Salam verdi, o salama qamçı ilə cavab verdi. Ondan sonra dedi, gəl bin ata gedək. Baxdı, dedi, yox, naməhrəmlə bir ata minməz Hüseyin qızı. Sən get, mən gəlirəm yanıncan. Minib ata Rüqəyyə gəlir yanıcan. Zeynəb baxır, görür qollarına qamçı vura-vura, Hüseynin balasını gətirirlər. Xanım Zeynəb gəldi qabağa, qollarını açdı, gəl balam gəl, hardaydın? Baxdı, dedi, bibi, heç qardaşın qızı deyirəm, axı Mədinədən Kərbəlaya yol yoldaşı olmuşuq, niyə məni qoydun bu çöldə getdin? Zeynəb deyir, mənim qucağıma gəlmədi, gəldi, dayandı atası Hüseynin yaralı başının bərabərində. Əvvəl salam verdi, Əssalamu əleykə ya Əba Əbdillah. Ondan dedi, bu başı yetim qızlara çox görməsin Allah. Dedi, bibimə bax, ata, qəlbim küsüb ondan, sözü gizlətməyə gəlməz. Bu tezliyə qəlbim hələ əmməmlə düzəlməz. Deyirlər, burada İmam Hüseynin neçə dəfə o başdan səs gəlib, İmam Hüseynin o yaralı başı
dilə gəldi, dedi qızım mən nizənin üstündə dayandım sənə xatir. Get bibivin ağuşuna sən də mənə xatir. Burada xanım Zeynəbdən belə dedi, amma xərabədə o yaralı başı ziyarət eləyəndə, xərabədə, Şamın xərabəsində dedi, ata ya Hüseyin, Allah bibim Zeynəbdən razı olsun. O qədər mənə qamçı vuranda qolum verib qabağıma, heç üzünə baxa bilmirəm. Əla lənətullah ələl qavmiz zalimin. La havlə və la quvvətə illa billah əl-aliyyil azim.